Bir daha salam, hörmətli həmkarlar. Hər birinizi xoş gördük. Bugün 15 sentyabr bilik günüdür. Sizi işlədiyiniz pedaqoji kollektivin üzvlərini, övladı ilk dəfə birinci sinifə qədəm qoyan və yaxud da tələbə kimi ali məktəblərə qədəm qoyan valideynləri, bütün valideynləri təbrik edirəm. Bugünkü yayımda bir maraqlı bir məsələni sizdən bölüşmək istəyirəm. Bizim ölkənin baş şoumeni Emin Əmrullayev bir neçə gün bundan öncə özünün demək briefingdə, növbəti şousunda bildirdi ki, məktəb direktorlarının imtahanı bundan sonra olmayacaq. Hamı da maraqlanır ki, bəs bu proses necə olacaq? Əvvəla Emin Əmrullayev deyir ki, bundan sonra sertifikasiyada yüksək bal toplayan müəllimləri biz direktor təyin edəcəyik. Bəli, razıyıq ki, işini yaxşı bilən müəllim yaxşı məktəb direktoru ola bilər, olmaya da bilər. Emin Əmrullayev də bunu deyir. Amma biz işini yaxşı bilən müəllimi necə seçirik? Nə adla seçirik? Hansı formada? Sertifikasiya ilə mı? Emin Əmrullayev özü yaxşı bilir ki, sertifikasiyanı doğru düzgün təşkil edə bilmir və köçürmə halları en qədərdir. Söz yox, öz gücü ilə bal toplayanlar da var. Amma məktəbdə müəllimlər bilirlər ki, o sertifikasiyadan yüksək bal toplayanların böyük əksəriyyəti sinifi idarə edə bilmir. 45 dəqiqəni idarə edə bilmir. Və bu nə üçün məhz bu addım atılır? Emin Əmrullayev və Təhsil İnstitutunun direktoru Elnur Əliyev yaxşı bilirlər ki, yüzlərlə insandan şəxsi işlər alıblar. Təbii ki, o şəxsi işlərin yanında elə-belə deyil də nələrsə var. Bu imtahanlardan da adamlar keçə bilmir də. Siz özünüz də görürsünüz. Hörmətli izləyicilər, adam 5 illik imtahana gedir, direktor əvəzidir. 10 bal, 15 bal toplayır, keçə bilmir. Yenə də direktor əvəzi qalır. Çünki papkası oradadır. Yaxşı, bunu etməmək üçün nə edək? Necə olsun? Məktəb direktorlarının imtahanı doğrudan da imtahansız olmalıdır. Əslində bu yaxşı addımdır. Biz məktəb direktorlarının imtahandansa, məktəb direktorlarının imtahanını mərkəzləşmiş şəkildə keçirməliyik. Emin Əmrullayev, əgər sən doğrudan da təhsildə nəyisə dəyişmək istəyirsənsə, heç olmasa arada təhsil mütəxəssisləri, təhsili bilənlərlə bir məsləhətləş, ən azı fikirlərimizi bir anlayışla qarşıla. Bugün Emin Əmrullayevlə təhsil ekspertləri arasında münasibətlər Paşinyanla bizim Azərbaycan münasibətlərinə oxşayır. Siz fikir verin, son 4 ildə Azərbaycanın bütün tələblərini Paşinyan qəbul edir, amma 1 ay, 2 ay, 3 ay, 5 ay, 6 aydan sonra dediyimiz bütün tələbləri əvvəl yox deyir, sonra bu yazdan sonra özü onu səsləndirməyə başlayır. Emin Əmrullayev də sanki Paşinyan kimi təhsildə normal fikirli, təhsil ekspertlərinin fikirlərini səsləndirir. Bizə nə bilim ekspert kimi saymır, nə bilim adam kimi saymır, öz işidir. Amma sonda onları elir. İnanıram ki, bu fikir də ağlına batacaq onun. Demək belə, məktəb direktorlarını necə seçək? Əvvəla ölkədə mərkəzləşmiş qaydada direktor müavinlərinin imtahanı keçirilməlidir. Yəni, tədris işlər üzrə direktor müavini, təşkilatçı üzrə direktor müavini və bu direktor müavinlərinə ən azı 2 il və yaxud da 3 il vaxt vermək lazım keçişdə. Və 2-3 ildən sonra müsahibə yolu ilə onları işə qəbul etmək olar. Eyni zamanda o 2-3 il ərzində onların göstəricilərini də nəzərə almaqdır. O şəxslər ki, həm təşkilatçı işləyib, həm müavin işləyib, onlara biraz üstünlük vermək lazım. Və bu yolla ancaq biz lazım olan məktəb direktorlarını düzgün seçə bilərik. Siz bilirsiniz, ölkədə ən çox məktəb direktoru, direktor müavini hazırlayan bir şəxs kimi. Bunu bir neçə ildir mən deyirəm. Demək, təcrübə göstərir ki, o şəxslər ki, ən azı 2 il, 3 il müavin işləyiblər. Onların məktəb direktoru təyin edəndə qarşıya çıxan çətinlərdən çox da böyük çətinlik çəkmirlər, əziyyət çəkmirlər. Ən azı məktəb mühitində tanış olurlar. Üstəgəl idarəetmə təcrübələri yaranır məktəb mühitində. Yox, o şəxsləri ki, biz birbaşa müəllimlikdə məktəb direktoru təyin edirik. İnanın Allah, onlar özləri də çox əziyyət çəkirlər. Onlar o işi öyrənənə qədər də məktəbi bərbad gündə qoyurlar. Necə Emin Əmrullayev 12-13 ildir Təhsil Nazirliyindədir, hələ təhsil öyrənməyə çalışır.
və təhsil necə bərbad gününə qoyub. Bax, o müəllimlikdən birbaşa direktorluğa gələnlər də bax, eyni qaydada olur. Amma ümumilikdə isə çıxış yolu məktəb direktorlarının ölkə üzrə mərkəzləşmiş qaydada keçirməsidir. Hərəyə, yəni regionalda keçirilməsin də. Öz bilirsiniz, orada hərə özünə bir platforma yaradır. Yəni orada da bir bazar yaranıb da, bax belə. Yəni Emin Əmrullayevin bütün fəaliyyətinin Azərbaycan təhsilində bir adı var. Siz fikir verirsiniz, artıq təhsillə bağlı nəsə baş verənləri heç kim təəccüblənmir. Təhsildə hər şey ümid itib, bir bədbinlik yaranıb. Narazılıq da ki, pik həddədir. Bugün sentyabrın 15-idir. Məktəblərə vakant müəllimlərin çoxu getməyib. Kitablar vaxtında çatdırılmayıb. Artıq bunlar adi bir 2-3 il, 5 il bundan qabaq bunlar böyük hadisə olurdu. Amma indi artıq elə böyük hadisə deyil, çünki adi hallardır. Dərs bölgüləri düzgün aparmıyor. Böyük məktəblərin çoxunda cədvəl hazır deyil. Vakant müəllim gəlmədiyinə görə. Və Emin Əmrullayev də Şuşada bir nömrəli məktəbdə çıxış eləyir, Azərbaycan təhsilinin uğurlarından danışır. Eyni zamanda Təhsil İnstitutunun direktoru Emin Əmrullayevin şəriki də müəllimlərin dəstəkləməsindən danışır. Axırıncı paylaşımı gördünüz. Mənə deyirlər ki, sən aqressiv danışırsan. Aqressiv danışmıram. İnsanlar Azərbaycan təhsilini barmağında oynadırlar. Ölkədə 2 milyon yarımdan çox hesabladım, bəli, paylaşmışam bundan əvvəlki paylaşımda. 2 milyon 520 min dərs saatı həftədə gedir. Elnur Əliyev də deyir ki, bir il ərzində 17 min dərs dinləmişik, biz müəllimin keyfiyyət göstəririk. Adama deyirlər, sən kimsən, sən bir dəfə sinifə girmişsən, müəllim nə olan şeydi bilirsən, dərs nə olan şeydi bilirsən, dərsə hazırlıq nə olan şeydi bilirsən. Ölkənin təhsil sahəsində elmi tədqiqat institutunu bazara söndərmişsiniz. Təlimlər, imtahanlar, layihələr. Adam istərsiniz, yəni sənin təhsildən daha, heç olmasa orada pedaqoqlar var, çıxart onlar danışsın. Nəysə. Təhsilimiz dağla gedir. Özünüzü qoruyun. Videonu paylaşmağı unutmayın. Bir daha birlik gününüz mübarək olsun. Allah dövlətimizi, millətimizi, təhsilimizi qorusun. İnanıram ki, Emin Əmrullayev və onun biznesmen, nə bilim, kommersant qruplaşmasının Azərbaycan təhsilinə vurduğu ziyanların qarşısı alınacaq. Və ən azı bizə bir 10 il vaxt lazımdır ki, Emin Əmrullayevin Azərbaycan təhsilində dağıtdığı bazara döndərdi bu meydanı təhsil mühitinə qaytarmaq olsun. Sağlıqla qalın, birlik gününüz mübarək olsun. Uğurlar hər birinizə. Özünüzü qoruyun. Videonu da paylaşmağı unutmayın.